Şok. Əziz izləyicilərim, bugün sizi gözəlliyi ilə, təmizliyi ilə şok edəcək bir evlə tanış edəcəyəm. Evimiz əzizlərim Məhəmməddə yerləşir. Çox gözəl evdir. Üz qabığını çəkməyəcəm həyəti. Çünki o səhifəmə oturan o paxıl maklerlər var ha. Bax, amma yadınızda saxlayın. Buradan mesaj göndərirəm. Ayaqqabımı geyinə bilərsiniz. Amma mənim yerişimi heç vaxt yeriyə bilmərsiniz. 60 yaşına çatın, ondan sonra bir-birinin yerişini yeriyərsiniz. Ona görə də evin üzünü çəkmirəm ki, sırazı tanıyırlar, oturublar səhifəmə. Gəlib qapını döyürlər ki, bu evi satırsınız. Deyər, ay bala, mənim maklerim var da vermişəm, səni çağırmışam bura. Yəni, belə eləyib cəmatı bezdirməyin deyə, ona görə də bax, mən çəkmirəm. Əzlərim, görürsünüz nə gözəl, çiçək kimi evdə əzlərim. Vallahi qiymətdə, yəni əlim yanında satılan, təcili satılan evdir. Qiyməti də əziz izləyicilərim. Çox gözəl qiymətli 52.500 manatdır. Bax, burada yenə evimizin sanuzeli. Burada uşaq otağı. Əzlərim, çox ev, bax, təmiz deyim də, çox yekə ev deyil. Vallahi bu dəqiqəndə yekə evi saxlamaq da çətindir. Bunun evin qızdırmağı var, indi hamı biraz orta kvadratlı evlərə gəlir. Mən ayda vallahi 1000 manata yaxın elə şey verirəm, qaz pulu verirəm. Səy-səy o vaxt bilmişəm. 2 mərtəbə indi nə qaz pulunu çatdırıram, nə işıq pulunu çatdırıram. Baxın əzizlərim, bu da evimizin həyətidir. Yəni evdə həqiqətən də bu dəqiqə yaşayış, yəni belə də çox olmayıbdır. İndi həyət baca da belə də otları bax görsəz incən elə mən də kömək eləmişəm, yolu yığmışıq ora. Yəni belə həyətində bax bu cür olma, o emosiyadır, o boş şeydir. Amma evin içində bir damcı nəm, nüm belə şey yoxdur. Hər kim alsa Allah xeyrini versin.